Azərbaycanın milli qəhrəmanı Polad Həşimov adına Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbdə Türk xalqlarının Novruz bayramı tədbiri keçirilib. Məktəbin müəllimi Gülarə Sadıqova və məktəbin 6-cı sinif şagirdlərinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın milli qəhrəmanı Polad Həşimovun anası Səmaya Həşimova, Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri və ümumi təhsil məktəblərinin direktorları iştirak edib. Tədbirin keçirilməsində məqsəd Azərbaycan, Türk, Özbək, Qazax, Qırğız, Türkmən, Tatar xalqlarının mədəniyyətlərinin tətbiq olunmasıdır. Məktəbin direktoru Araslan Rızayev və onun rəhbərlik etdiyi pedaqoji kollektivin ərsəyə gətirdiyi bu tədbir bir daha sübut edir ki, şagirdlərimiz həm də vətənpərvər ruhda böyüyür. Tədbirdə şagirdlərin çıxışları maraqla qarşılanıb. Türk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir. 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında şanlı zəfərlə başa çatan Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqı Novruzu 5 ildir ki, qələbə sevinci ilə qeyd edir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının silahlı qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qazandığımız şanlı zəfərdən sonra bu ilki Novruz bayramı daha fərqlidir. Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 15 oktyabr 2023-cü il tarixdə doğma Xankəndi şəhərinin mərkəzi meydanında, Xocalıda Azərbaycan bayrağını qaldıran qalib xalqın nümayəndəsi olaraq Novruz bayramını qürur hissi ilə qeyd edirik. Novruz, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik. Arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanlara həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edilir. Sözlərini daim xatırlayır. Bugün fəxr və qürurla deyə bilərik ki, Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev ümumilli liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərində Novruz bayramını qeyd edirik. Çıxışlarda tədbirin təşkilatçılarına təşəkkürlər edilib və bildirilib ki, ümumbəşəri dəyərləri, habelə sülhü və tolerantlığı tərənnüm edən bayramı xalqımız böyük coşqu ilə qeyd edir. Elvin Qudrətov, Şəmistan Fikrətli, Valid Bəxtiyaroğlu, bugün informasiya proqramı üçün.